Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 26 aprel 2026-cı ildə təşkil olunmuş 9 siniflər üçün buraxılış imtahan riyaziyyat suallarının ətraflı yazı tələb edən sualların izahlarına baxırıq. Deməli 78-ci sualda sual belədir. A nöqtəsində eyni zamanda 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Deməli nöqtələrdən biri hər 36 saniyədən bir, digəri 63 saniyədən bir A nöqtəsindən keçirsə, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmək üçün lazım olan müddəti təyin edin. Yəni, qısaca əkobu tapmaq lazımdır. 78-ci sualda. Əkobu taparkən nə edirik? Deməli, əkob 36, 63. 36, 9 vurulsun. Qeyd edək. 9 vurulsun 4'dür. 63 9 vurulsun 7'dir. Deməli biz cavabı hesablayarkən 9'u 4'ə, sonra isə 7'yə vurmalıyıq. Cavabımız edəcək, deməli 252. Növbəti sual. Tərəfləri bir-birinə paylanan 2 üçbucaq arasında qalan sahədən ibarət qaçış yolunun kənarlarına AD təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkildi. Deməli, AB-nin qiyməti 120 verib. 120. Sonra AC-nin qiymətini 90 verib. BC-nin qiymətini 150 verib. DF-i 30 verib. Buranı 30 verib. Bu üçbucaqlar oxşar olduğuna görə, deməli, biz digər tərəfləri təyin edə bilərik. Bu təyin etməyə əsasən bilirik ki, YF-in qiyməti olacaq 150 bölünsün 3, yəni 50. ED-nin qiyməti isə olacaq 40. İndi gəlin kənarlarda olan ağacların sayına baxaq. 79-cu sualda. Deməli, 90-ı bölürük. Əvvəlcə ara məsafəsi 5 metr olduğuna görə 5-ə 18 eləyir. Deməli, 18 ara olduğuna görə ağacın sayı olacaq. 18 olduğuna görə ağacın sayı olur. Deməli, 19 ədəd. Üzərinə əlavə edirik. Sonra 150-ni 5-ə böləndə 30. 30'dan deməli üzərinə 30 ara məsafəsi var. 31 dənə ümumi olmaydı, amma birini C nöqtəsində olduğuna görə birini götürmürük, ilə 30 dənə əlavə edəcək. Sonra 120-ni 5-ə bölürük, eləyir 24. 24 dənə ara məsafəsi var. Üzərinə bir gələndə 25 dənə ümumi ağac olmaydı. Amma həmin ağacların biri A, biri B nöqtəsində olduğuna görə 25-dən 2 çıxırıq, 23. Bu çöl kənarda olan ağacların sayı. Deməli, toplasaq 19, 30, bir də 23, 72 ümumi sayı. Daxildəki ağacların sayına baxaq. Deməli, 30'u bölürük 5-ə 6, üzərinə bir gəlir 7 dənə ümumi. Sonra 50-ni bölürük 5-ə 10, 10 üzərinə bir gəlir 11, biri F nöqtəsi olduğuna görə elə 10 götürəcəm. Sonra 40'ı bölürük 5-ə 8, üzərinə bir gəlir 9 dənə ağac olmaydı. İkisi E və D-də olduğuna görə 7 dənə əlavə edəcəm, olacaq 24. 72'nin üzərinə də 24'ü əlavə edəndə doğru cavabımız 96 edir. Eyni koordinat müstəvisində iştirak edən çevrələr hər rəsmdən bir nöqtə götürülərsə, bu nöqtə arasındakı ən böyük məsafəni tapın. Bu iki çevrənin arasındakı ən böyük məsafəni taparkən belə götürsək, 80-ci sualda təxmin olaraq belə bir görüntü əmələ gələcək və bu görüntülərdə iki çevrənin arasındakı ən böyük məsafəni tapa bilmək üçün bunların mərkəzlərindən keçən biz A və B nöqtə arasındakı məsafəni tapmalıyıq. Əvvəlcə mərkəzlər arasındakı məsafəni tapaq. Birinci mərkəzi daha doğrusu -3, -2'dir. İkincinin mərkəzi isə 5, 4'dür. İki nöqtə arasındakı məsafəni tapmaq düsturuna istifadə eləsək, kök altında 5'dən -3 çıxsa 8 kvadratı, 4'də -2 çıxsa 6 kvadratı eləyəcək 100, 100'dən 10 çıxır. Deməli, kök altda 110 elədi. Sonra, indi gəlin radiuslara baxaq. Belə ötürək də O1. Bunların arasındakı məsafə oldu 10. Əlavə olaraq, birincinin radiusu 4'dür, ikincinin radiusu 3'dür. Bunları da üzərinə əlavə edirik. 4 ilə 3'ün cəmi olacaq 17.
Sonra məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd, sürəti 1 olan adi kəsirlər verilib. Bu adi kəsirlərin təsadüfən seçilmiş birinin sonlu onluq kəsir şəklində yazıla bilməsi hadisəsinin ehtimalını tapın. Deməli, kəsirlərimiz bu şəkildədir. 8-də 1, 9-da 1 və s. davam edir 30-da 1-ə qədər. 30-da 1-ə qədər. Sürət sabit eyni qiyməti. Deməli, biz məxrəci 2 və 5-ə bölünən ədəd, yəni məxrəcin daha doğrusu sadə vurğuları 2 və 5-dən ibarət olan ədədləri seçməliyik. Bu 8-dir. Sonra 9 olmur, 10 mümkündür. Sonra 11 olmaz, 12 3-ə bölünür olmaz, 14 7-yə bölünür olmaz, 15 3-ə bölünür, 16 mümkündür. Sonra 17 olmaz, 18 3-ə bölünür olmaz, 19 olmaz, 20 mümkündür. Sonra 21 3-ə bölünür, 22 11-ə bölünür, 23 deməli sadədir götürmürük, 24 3-ə bölünür, 25 mümkündür. Sonra 26 13-ə bölünür, 27 3-ə bölünür, 28 7-yə bölünür, 29 deməli sadədir. 30-un özü də 3-ə bölünür deyə götürmürük. Deməli, indi biz burada bunların sayına baxsaq, 1, 2, 3, 4, 5. 5 dənə əlverişli hal var. Ehtimalını tapmaq üçün mümkün halların sayına baxaq. 8-dən başlayır, 30-a qədər davam edir. 30-dan 8 çıxır, 22. Üzərinə 1 əlavə edirik, 23. Deməli, ehtimalımız 23-də 5 olur.